Bugün Şəhidin Səsi proqramında biz vətən uğrunda canından keçən qəhrəmanımız Ağacavad Mütəllimzadənin xatirəsinə həsr olunmuş xüsusi bir verilişlə qarşınızdayıq. 1994-cü il avqustun 14-də dünyaya gələn şəhidimiz Ağacavad Mütəllimzadə 44 günlük vətən müharibəsi dövründə Xocavənd uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Onun ad günündə ailəsinin dəvəti ilə bir araya gələrək həyat yolunu, şəhidlik zirvəsini və ən əsası da əziz xatirəsini bir daha yad eləyək. Gəlin indi isə keçirildiyi məkana nəzər salaq. Hər vaxtınız xeyir olsun, əziz qonaqlar, doğmalar, əzizlər. Mən hazırda özümü çox həyəcanlı hiss edirəm, çox həyəcanlı. Niyə? Ona görə ki, şəhid anasının qarşısında dayanmışam. Bu bizim bir vətəndaşlıq borcumuzdur. Hansı ki, şəhidlər ölümü öldürməyə getdilər, ölümü öldürdülər, amma özləri geri qayıtmadılar. Şəhidlik hər adama nəsib olmur, yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, düşmən gülləsinə canını sipər edənlər şəhidlik zirvəsini ucalır. Deyirlər, şəhidlərin ömrü xalqın, millətin ömrü qədərdir. Nə qədər ki biz varıq, nə qədər ki qalib Azərbaycanımız var, şəhidlər bizim ruhumuzda, qəlbimizdə yaşayacaq. Dünyanın hansı yeri olursa olsun biz hər zaman ölməz qəhrəman oğullarımızı yad edirik, ölməz qəhrəman oğullarımızı anırıq. Bəli, şəhidimiz Ağacavad Mütəllimzadə yeri cənnət olsun, ruhu şad olsun. Bayraq kölgəsində şəhid məzarı. Bundan müqəddəs yer tanımıram mən. Vurulsam, yıxılsam, yaram qan versə, durub savaşaram, tanı. Buyam mən. Öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşdan tabloya dönən o məğrur duruşlu əsərlərindən. Bəli, bir ömürlük dastan yazan, qürurumuzu dirçəldən, bütün Azərbaycanı bizlərə bəxş edən, mən rica edirəm, ölməz şəhid qardaşlarımızın əziz xatirəsini, ölməz xatirəsini, əbədi yaşar ruhunu ehtiram əlaməti olaraq bir dəqiqəliklə yoxsa şəhidlərimizi yad edək. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Respublikasının dövlət himni səslənir.
Ürəyimdə məhəbbət, soyadım türkdür fəqət. Bir millət, iki dövlət, biz dünyaya səs salan qalib Azərbaycanlıyıq və qalib Azərbaycanımızın qalib vətəndaşlarıyıq. Yaşlasın qalib Azərbaycanımız, var olsun günü gündən çiçəklənən Azərbaycanımız. Bəli. Şəhid Ağacabad Mütəllimzadənin doğum gününə həsr olunmuş Mevlud günü, bəli, bir ürək, min təbəssüm adlı tədbirimizdə sizlərə xoş gördük. Tədbirimizə başlamazdan əvvəl təbii ki, qeyd edim, hörmətli qonaqlarımız, əziz mələklərimiz, gül balalarımız. Qeyd etdiyimiz kimi tədbirin adı bir ürək, min təbəssüm. Bəs niyə bir ürək, min təbəssüm? Çünki bəzən bir insanın ürəyi bir ömrə sığmayacaq qədər böyük olur. Ağacabadın da belə bir ürəyi vardı. O hər zaman yaxşılıq etməyi sevərdi. Hər zaman qayğıya olan, ehtiyacı olan insanların yanında olardı. Mənəvi köməkliyini əsirgəməzdi. Hər zaman gül balalarımızın inkişafı üçün, onların yüksək bir təhsil almaq üçün hər zaman yanında olardı. Yaxşılıq edərdi. Çox böyük bir ürəyə sahibidir və bizim şəhidimizin yeri cənnət olsun. Ağacabad Mütəllimzadə deyir, yaxşı insanların başına dönüm. Peyğəmbər sayağıdır yaxşı insanlar. Fırtınalar, qasırğalar içində parlayan mayak yaxşı insanlar. Baxıb gülümsəyən özünü öysən, sənə lağ eyləməz, köhnə də göysən. Bəli, sağlığında hər zaman şəhidimizin qapısını döysə, həmişə oyaq idi, hər zaman mənəvi köməkliyini əsirgəməzdi, hər zaman dəstək olardı. Yeri cənnət olsun, ruhu şad olsun və təbii ki, mənim bərabərliyimdə, mənim yanımda şəhidimizin anası dayanıb. Mən xahiş edirəm, şəhidimizin anası bir Nailə Mütəllimzadəni də bir ürəkdən alqışlayaq. Haqqınızı halal edin, Nailə xanım. Əvvəla, hər kəsə xoş gəldin deyirəm ki, sözümü yerə salmayıb, bugün mənim yanımda da var. Və körpə balalarımıza tək-tək bağrıma basıram. Nə yaxşı ki varsınız, nə yaxşı ki gəldiniz, nə yaxşı bu hava, baxmayın, isti hava, şərait, bizim bu uşaqlar üçün çətin də olsa, uzaq yerlərdən gələnlərimiz var. Çox sağ olun. Bu tədbirə gəlincə, mən Ağacabaddan sonra özümə bir neçə söz vermişdim. Onlardan biri, bilmirəm nədənsə, mən özümü güclü, bilmirəm nədənsə, mən özümü çox güclü hiss edirdim. Fikirləşdim ki, şəhid anılarla qazilərin yanında olacağım və həyatımı belə davam edəcəm və ondan sonra da Ağacabadın arzularını həyata keçirməyə özümə söz vermişdim. Düzdür, Ağacabad özü belə yaşasaydı, 100 il belə yaşasaydı, onun arzuları tükənməzdi. Yəni, onu heç öz ömrü buna çatmazdı ki, bu arzuları həyata keçirsin. Qismən də olsa, gücüm çatdığı qədər, yetdiyi qədər çalışıram. Nə qədər çalışıram, onu bilmirəm. Çox sağ olun bir daha hər kəs gəldiyinə görə, sizə təşəkkürümü bildirirəm. Gözəl sözlərinizə görə. Ağacabadın şəhidliyinə gəlincə, bu Ağacabadın öz arzusu idi. Mən Ağacabad şəhid gələndə də bircə kəlmə söz dedim. Ağacabad, sən istədiyin yerdir. Alqışlayanımız ürəkdən. Mən də ilk öncə hər birinizə salamlayıram. Şəhidimizin yaxınlarına səbir diləyirəm. Çalımçı İcra Hakimiyyətinin başçısı Adil müəllimin adından şəhidimizin ailəsinə başsağlığı diləyirəm, səbir diləyirəm. Dünən yol sırağa günləri, 2 gün bundan qabaq şəhidimizin ad günüydü, doğum günüydü. Biz Başdağa Şəhidlər Xiyabanında şəhidimizin qəbrini ziyarət etdik, dualar oxuduq, şəhidimizin yaxınları ilə bir yerdə. Bu günlərdə özümüzə borc bilirik ki, bugünkü gündə tədbirdə burada iştirak edək, şəhidimizin valideyninin yanında olaq, sevdiklərinin yanında olaq. Belə bütün şəhidlərimizə, şəhid analarımıza hər birini salamlayıram, hər birinə, şəhidlərimizin, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm, hər birinə səbir diləyirəm. Bu cür şəhid ailələrinin tədbirlərində çox anlamlı və insanların duyğularına gözəl sözlərlə xitab edən bu cür tədbirlər aparırsınız. Bu çox önəmlidir. Bütün şairin bir gözəl şeiri var. Deyir ki,
bu vətən üçün nələr etmədik, kimimiz öldük, kimimiz nitq söylədik. Yəni ölən də, nitq söyləyən də, adi bir arabanı daşıyan da, mərmini daşıyan da, ora bir yardım üçün nəsə aparan da, hər kəsin bu vətən savaşında xidməti var. Və o xidmətdə hər kəs özünə aid olan kiçik bir işi görməyə çalışsa, bu vətən, bu dövlət həmişə güclü olacaqdır, həmişə sarsılmaz olacaqdır. Bugün biz, mən ilk növbədə şəhid analarını, şəhid atalarını salamlayıram və Ağacavat da bizim minlərlə şəhidimizdən biridir, baş tacımızdır. Allah atasına rəhmət eləsin, eşitdim, dedim, atası da rəhmətə gedib. Bu Maşdağa kəndində biz bu tədbirin ayrıca bir anlamı var. Maşdağa Azərbaycanın ən qəhrəman kəndlərindən biridir. Biz tariximizi biraz diqqətlə baxsaq, Azərbaycan müstəqil dövlətinin qurulmasında Maşdağa kəndinin əhalisinin başqa Bakı kəndləri kimi çox önəmli rolu olub. Nuru Paşanın başçılığı ilə Qafqaz İslam ordusu Azərbaycanı erməni zülmündən xilas etmək üçün 31 Mart soyqırımından sonraki dövrdə pərişan vəziyyətə düşmüş millətimizi xilas etmək üçün birinci növbədə iqamət etdiyi ərazi və dəstək aldığı əhali Maşdağanın qəhrəman insanları olubdur. Yəni bunu biz heç vaxt unutmamalıyıq və bu vətənin digər Bakı kəndlərində olan qəhrəman igidlər, hətta qoçularına qədər belə bu savaşda dəstək verirlər. Şəhidlik bizim üçün ona görə böyük zirvədir ki, bəlkə də 2020-ci ildən öncə sıravi, sadə bir vətəndaş kimi, kənddə kimsənin diqqətini cəlb eləməyən, ailəsindən başqa, qohumlarından, yaxınlarından, məhəllədən başqa kimsənin tanımadığı bir uşaq hansısa bir vətən savaşında, hansısa bir şərtlərdə birdən-birə içində olan potensialı üzə çıxarıb qəhrəmanlıq göstərir. Qazi olur, şəhid olur. Və o şəhidliklə təkcə özünə ad qazanmır. Diqqət edirsinizsə, bəlkə də növbədə 10-cu yerdə duran, kimsənin diqqət eləmədiyi, anlayan şəhidlik anası qazandırır. Atıya şəhid atası qazandırır. Şəhid qardaşı, şəhid bacısı qazandırır. Özündən sonra yüzlərlə insanı, hətta yaşadığı kəndə belə ayrıca bir dəyər qazandırır. Yəni bir insan təkcə özünə ad qazanmır. İnsan həm də çevrəsinə, əhatəsinə bir ad qazanır. Onlara yeni status verir, yeni məsuliyyət verir. Buna görə də biz bu şəhidlərimizi o baxımdan dəyərləndirməliyik. Və bir də bizim bu şəhidlərimiz həm də şanslı şəhidlərdir. Niyə şanslı şəhidlərdir? Müstəqilliyə qədər gələn yolumuzda yüzlərlə bizim vətən övladı döyüşərək adları itirdi, qəbirləri yox, heç bir adlarını xatırlayan olmadı. Repressiyalarda milyonlarla insan Sibirdə, sürgündə məhv edildi. Yəni bunların adları yoxdur, bunları qiymətləndirən yoxdur. Və bunları niyə qiymətləndirən olmadı? Çünki müstəqil dövlətimiz olmadı. Və bizim ona görə də Allahdan verilən ən böyük neymət müstəqil dövlətimizdir. Hamımız bir gün, 5 gün, 10 gün sonra öləcəyik. Hamımız bu dünyanı tərk edəcəyik. Amma hansı statusla tərk eləməyimiz çox önəmlidir. Əgər bir ana öz övladının bir şəhidlik statusu ilə dünyanı tərk eləməsinə qürur duyursa, o əsl Azərbaycan anasıdır. Xəzər dalğa dalğa, könlümü
Mustafa, Milli Məclisin komitə sədri. Bu günləri Maşdağa qəsəbəsində biz şəhidimiz Ağacavad Mehrazadənin anım tədbirində iştirak edirik. Şəhidlər hamısı bizim üçün çox önəmlidir və bir şəhid həm də elə bütün şəhidlərin simvolik təmsilçisidir. Və burada da şəhid anaları, şəhidin yaxınları, eyni zamanda müəllimləri və kənd cəmaatı iştirak edir. Bu həm də bir qədr-şünaslıqdır, çünki hər bir şəhidin arxasında əslində artıq onun yaxınları, əzizləri durmur, bütün el durur, vətən durur, dövlət durur. Ona görə də o dövlətin bütövlükdə şəhidləridir və biz hər zaman bunu qiymətləndiririk və hesab edirəm ki, şəhidlərimizin uca tutulması həm də bizim dövlətin varlığından irəli gələn məsələdir. Hər bir xalqın əgər dövləti varsa, dövlət həmişə şəhidinə də sahib çıxır, vətəndaşına da sahib çıxır. Ona görə də biz xoşbəxtdik ki, bir Azərbaycan kimi bir dövlətimiz var və bu şəhidlərin ən böyük xidməti dövlətin ərazisinin bütövlüyünü təmin eləməkdir və o bütövlük təmin olunandan sonra müharibə riskini ortadan qaldırmaqdır. Əslində bizim sonradan həyatımızı davam etməyimiz üçün, xoşbəxt gələcəyimiz üçün öz ömürlərini fəda etmiş bu insanların xatirəsini həmişə uzaq tutmalıyıq və onlar bizim üçün də ayrıca dəyərlidirlər. Sabunçu qəsəbəsində, rayonunda da bu şəhidlərə xüsusi diqqət göstərilir. İcra başçısı Adil Vəliyev bütün tədbirlərdə iştirak edir, millət vəkilləri bütün tədbirlərdə iştirak edirlər və biz hesab edirik ki, bu bir mənəvi borcdur və borcu da hamımız yerinə yetirməliyik, onların adına layiq, onların xatirəsini həmişə əbədiləşdirməliyik.
13 yaşım var. Azərbaycan Respublika İncəsənət Gimnaziyasında təhsil alıram və bura bu tədbirə gəlməkdə çox məmnun və xoşbəxt hissindəyəm. Çünki şəhidlər bizim həmişə qəlbimizdə yaşam olacaqdır. Unutmamışıq bir yaşımızda. Allah şəhidlərimizin məqamımıza etsin. Baş şəhidəm, şəhid ailələrin qarşısında bütün bağlıları da bağlanmasına gəlsin bağımız inşallah. Cəbrayil bizimdir, Zəngila bizimdir, Varlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ Azərbaycan. Sənə qurban Qarabağ, sənə heyran Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. Sənə heyran Qarabağ, sənə qurban Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. Bizə məxsusdur şərəf, Qarabağımızdır hədəf, düzsüdür düz nə tərəf, gəlirik biz. Sənə qurban Qarabağ, sənə heyran Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. Sənə heyran Qarabağ, sənə qurban Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. O zaman çöldarım, o çiçeği güldarım, xarı bülbül darım, gəlirik biz. İki toylaqlarıma, Zəngilan bağlarıma, Kəlbəzər dağlarıma, gəlirik biz. Sənə qurban Qarabağ, sənə heyran Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. Sənə heyran Qarabağ, sənə qurban Qarabağ, Qarabağsan Qarabağ, gəlirik biz. Qarabağ deyəndə bir neçə il torpağımızdan biz ayrı qalmışıq, şəhidlərin qaziləri intiqamını almışıq, cəsarətlə döyüşmüşük, sonda qalib olmuşıq, qalib Azərbaycan göstər Qarabağ deyəndə, qalib Azərbaycan göstər Qarabağ. 44 il vətən müharibəsində oxuduğum mahnılarla şükür olsun Allah ki, bizim Azərbaycana bir dəstəyimizdəydi, bir köməyimizdəydi. Belə tədbirlər olmaq əlbəttə gözəldir. Cavanlarımız vətənpərvər ruhda böyüyürlər. Allah şəhidlərimizin məqamını eləsin. Baş əyləmə hər gün qabağında sulu olurlar. Bugünkü tədbirdə iştirak etmək həm çətindir, həm qürurludur. Bugün bizim şəhidimiz, kəndimizin şəhidi Ağacavad Mütəllibzadənin doğum günüdür. Allah Nalə anaya can sağlığı versin. Allah ona böyük səbir versin. Hər birimiz ana kimi onun üçün də çətindir. Bu tədbirdə iştirak etmək hər bir anamızın borcudur. Üzürlü səbəblərdən bəzi analarımız bizi iştirak edə bilmirlər. Amma bəzilərimiz buradayıq. Allah bütün analara, atalara səbir versin. Şəhidlərimizə Allah öz nuruna qərq eləsin. Bura təşkil olunmuş bu günlərdə meclisə gəlməyinə fəxr eləyirəm ki, şəhid ailələrinin, bu xəstə uşaqları hamısını dəvət eləyiblər. Çox sağ olsunlar, minnətlərəm. Dövlətimizə də şəhid analarımıza can sağlığı arzulayıram. Qazilərimizə əsas məsələ, onlara can sağlığı.
əziyyət çəkənlərimizə can sağlığı arzulayıram. Bugün Ağacavadın Mövlud günüdür. Ağacavad 3000 şəhidimizdən biridir. Allah şəhidlərimizin məqamını uca eləsin, qazilərimizə can sağlığı versin. Bugün vətən torpaqları bu cür Ağacavad kimi, Natiq kimi minlərlə oğulların sayəsində azaddır. Dövlətimiz öz ayaqları üstündə, bu cür oğulların sayəsində ayaq üstədir. Allah bu cür oğullarımızı həmişə var eləsin, həmişə onlara sağlamlıq arzulayıram. Allah dövlətimizi var eləsin. Dövlətinə hər an güvən, düşmənin belini əzən, Qarabağ torpağına dəyən, ayağınızın ləpirinə qurban olun. Azərbaycan oğulları, Azərbaycan yiğitləri, Azərbaycan əsgərlərini ürəkdən alqışlamağa dəyər. Bəli. Eşq olsun. Buyurun o zafirələri bölüşək, sizləri işləyək. Buyurun. Əvvəla hər birinizi salamlayıram. Başda şəhid anaları olmağına, burada qazilərimiz də var, qarşınızda bu şəhidlər. Hər biriniz xoş gəlmişsiniz. Əvvəla başda cənab generalımız Polad Əşimov olmaqla bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Allah hər birinə qəni-qəni rəhmət eləsin, ailələrinə səbir versin. Biz də cənab prezidentimizin dəmir yumruq altında birləşərək 44 günlük vətən müharibəsinə Ağacavadla birlikdə qoşulmuşdur. Ağacavad haqqında çox şeylər danışmaq olar. O hər zaman danışanda sevinclə deyər ki, mən ən uca zirvələrə qət eləməyi həmişə onlar üstüydür. Və zaman keçdikcə 44 günlük vətən müharibəsində bir yerdə gecəsi, gündüzü yorulmadan döyüşərək bir yerdə gəlib son bir məqama ən böyük uca zirvəyə ucaldı, şəhidlik zirvəsinə. Ağacavad barəsində nələr danışsaq, nə qədər danışsaq, çox azdır. Yəni, bu günləri Nailəmə sizə əllərinizdən öpürük. Əllərinizdən öpürük hər bir şəhid anasını. Valla, qürur duyuruq. Yəni, biz şəhid anaların görəndə qürur duyuruq. Düzdür, nə qədər üzdə gülsək də, nə qədər yanlarında olsaq da, heç bir döyüşçü, heç bir qazi o şəhid anaların yanında öz evlatlarının yerini verə bilməsə də, ən azından az bir miqdarda da olsa üzlərini güldürməyə çalışırıq. Mən Ağacavad dayının ad gününə gəlmişəm və bugün qüsurlu uşaqları o dəvət edib və onun bütün arzularını yerinə yetirmək üçün biz onun yanında olmalıyıq həmişə və Ağacavad dayının ad gününü təbrik edirəm. Beləliklə biz bugün şəhid Ağacavad Mütəllimzadənin doğum günündə onun ailəsi, yaxınları ilə birlikdə onun əziz ruhunu bir daha yad elədik. Ağacavad bugün aramızda ola bilməsə də onun əziz ruhu adı bizim qəlbimizdə daim yaşayacaqdır. Allah Ağacavad Mütəllimzadəyə və bütün şəhidlərimizə rəhmət eləsin. Siz bugün Şəhidin Səsi proqramında Ağacavad Mütəllimzadənin xatirəsinə həsr olunmuş xüsusi buraxılışı izlədiniz.
Bizi izləmədə qalın. Sağ olun, salamat qalın. Göz yaşını siler